Əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Mən Zəhra Əhmədova. Bugün sizlərə, yəni ibtidai miq və sertifikasiyaya hazırlaşan müəllimlərimizə say mövzusu ilə bağlı qəbul tipli 10 suallıq sınağın izahını təqdim edirəm. Gəlin birinci sualın izahına baxaq. Sual belədir. Say ilə bağlı fikirlərdən biri yanlışdır. Bizdən yanlışı soruşur. Baxaq E variantına. Neçə, nə qədər, neçənci suallarına cavab olur. Bəli, biz bilirik ki, say, neçə, nə qədər, neçənci suallarından birinə cavab verir. E variantı doğrudur. Saydan sonra gələn söz cəm şəkilsi qəbul edə bilər. Məsələn, bir sıra, bir çox saylarından sonra gələn isimlər hökmən cəm şəkilsi qəbul etməlidir. Məsələn, deyirəm ki, bir sıra fikirlər, bir çox kitablar. Yəni, gördük ki, bu saylar özündən sonra gələn isimlərin hökmən cəmdə olmağını tələb etdi. Yəni, D variantı da doğrudur. Əşyanın sırasını və ya miqdarını bildirir. Bəli, say əşyanın sırasını və ya miqdarını bildirən əsas nitq hissəsidir. Əsasən ismə aid olur. Yəni, ismin miqdarını bildirir. C variantı da doğrudur. Əsasən isimlə bağlı olur və isimdən əvvəl işlənir. Bu da doğrudur. İsimlə bağlı olur və isimdən əvvəl işlənir. B variantı da doğrudur. Baxırıq A variantına. Deyir ki, isim eyni zamanda həm say, həm də sifətlə işlənərsə, əsasən say sifətdən sonra gəlir. Gəlin isim, say və sifətin ardıcıllığına baxaq. Məsələn, deyirəm ki, 5 maraqlı əsər. Birinci nə gəldi? Say gəldi. Birinci yazaq say. Daha sonra maraqlı sifətdir. Sonra gəldi sifət. Ən sonda da nə gəldi? Əsər isimdir. Gəldi isim. İndi deməli say nədən əvvəl gəldi? Sifətdən əvvəl gəldi. Amma burada deyir ki, say sifətdən sonra gəlir. Sonra gəlmədi axı. Bu üçü bir yerdə işlənəndə ardıcıllıq belədir. Birinci say gəlir, sonra sifət gəlir, daha sonra isim gəlir. Cavabımız olacaq A variantı, yanlışı soruşduğuna görə. Sonra baxırıq ikinci sualın izahına. İkinci sual belədir. Saylar digər nitq hissələrindən fərqli olaraq, baxın, dünənləri ödənişli dərsimizdə, Zoom canlı dərsimizdə geniş şəkildə say haqqında danışmışam. Hələ ümumi sayın bəzi qızıl qaydaları var ki, yəni o hissələrə bir saata yaxın, 40 dəqiqədən artıq vaxt ayırmışdım və orada da dəfələrlə demişdim ki, sayı digər əsas nitq hissələrindən fərqləndirən xüsusiyyət odur ki, saylar əsasən sayın özündən yaranır. İstisna hallarda əvvəlinci, axırıncı, sonuncu, finalıncı tipli sıra sayları ki var idi, onlar saydan yaranmamışdı. Amma bu istisnaydı. Yəni, ümumən bilirik ki, saylar əsasən sayın özündən yaranır. Ona görə də düzgün cavabımız olur E variantı. Digər variantlara baxaq. Qurluqca yalnız sadə olur. Xeyr, say düzəltmə də ola bilər. Çoxlu, yüzlərlə, minlərcə, azacıq, beşinci. Eyni zamanda mürəkkəb də ola bilər. 3, 4, 5, 6, 7, 8, bir çox, bir sıra. A variantı getdi. Cümlə üzvü olmur. Niyə ki? Say əsas nitq hissəsidir. Rahatlıqla da cümlə üzvü ola bilir. Təyin də olur, mübtəda da olur, tamamlıq da olur və s. kimi. B də gedəcək. İsimləşə bilir, isimləşə bilir. Bəli, beşincilər. Amma bu sayı digər nitq hissələrindən fərqləndirmir axı. Sifət isimləşə bilir. Məsələn, körpələri, qocaları. C-də gedir. Məna növü yoxdur. Niyə ki? Sayın mənaca 2 növü var. Miqdar sayı, sıra sayı. Eyni zamanda deməli, feilin də məna növləri var. Əvəzliyin də məna növləri var. Yəni, D-də uyğunsuzdur. Sayı digər nitq hissələrindən fərqləndirən əsas xüsusiyyət nədir? Əsasən sayın özündən yaranır. Cavabımız nə olacaq? Olur D variantı. Baxırıq 3-cü suala. D yox, üzr istəyirəm, E variantı. Əsasən sayın özündən düzəlir. İzahı düzgün verib cavabı səhv götürürəm. Baxırıq 3-ə. Tərkibi mürəkkəb sayları seçin. Biz bilirik ki, sayın qurluqca 3 növü var. Sadə saylar, düzəltmə saylar, bir də mürəkkəb saylar. Müəllimlər, mürəkkəb saylar 2 yerə bölünür.
Əsl mürəkkəb saylar, tərkibi mürəkkəb saylar. Dünənləri də indi ödənişli qrupdan kimlər məni izləyirsə, yadına düşəcək. Dünən nə dedim? Dedim ki, əsl mürəkkəb saylar defislə yazılır. Defislə yazılır və əgər belə də bir açar məqamda dedim ki, bunu yadda saxlamaqda çətinlik çəkirsinizsə, əsl sözündə də s hərfi var, defis sözündə də var. Yəni əsl mürəkkəb saylar defislə yazılır. 3, 4, 5, 6, 7, 8. Tərkibi mürəkkəb saylar isə ayrı yazılır. İndi bizdən nəyi soruşur? Tərkibi mürəkkəb sayları göstərin. Yəni ayrı yazılan mürəkkəb saylar lazımdır. Minlərlə düzəltmədir. Saysız hesabsız defislə yazılıbdır. Ona görə nə qalır? Deməli, bizə nə deyir? Tərkibi mürəkkəb sayı deyir. Diqqətli olmaq lazımdır. 2-də 1, cavabımızın biri olacaq 2. Biri də olacaq 15-ci, cavabımızın biri də olacaq 4. Deməli, 5, 6 bunu çıxırıq. Çünki bu defislə yazılıbdır. Əsl mürəkkəb saydır. 10, 15 bu da defislə yazılıb. Əsl mürəkkəb saydır. Defislə yazılanları çıxırıq. Onlar əsl mürəkkəb saylardır. Ayrı yazılanlar tərkibi mürəkkəb saylardır. Ayrı yazılanlar da 2-də 1, 1-də 15-ci. 2, 4 belə bir cavab var. Bəli, var. Cavab olur C variantı. Belə, baxım görüm C-dir mi? 2, 1-də 4. Bəli, düzgün cavabımız olacaq. Deməli, C variantı. Eynəksiz olduğuma görə ola bilər ki, C deyib B götürərəm, üzrü sayın. Hansı xüsusiyyətlər sıra sayına aiddir? Əşyanın sıra nömrəsini bildirir. Bəli, 5-ci, 6-cı, 7-ci, 8-ci. Bir doğrudur. Quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur. Dünənki dərsdə də dedim ki, sıra sayları sadə ola bilməz. Sıra sayının sıra sayı olmağından ötürü ıncı leksik şəkilsi lazımdır. Öncü leksik şəkilçisi də bir kökü artırıldısa düzəltmə söz yaradacaq. 2 kökün üzərindədirsə mürəkkəbdir. Yəni öncü leksik şəkilçidirsə bu axı heç vaxt sadə ola bilməz. Yəni sıra sayları quruluşca sadə olmur. Ya düzəltmə olur 5-ci, ya da mürəkkəb olur 15-ci. Ona görə 2 çıxır. Sıra sayının aid olduğu isim həmişə təkdə olur, xeyr. Təkdə də ola bilər, cəmdə də ola bilər. 5-ci sinif, 5-ci siniflər 3-də çıxır. Bəzən sifətin sualına cavab verir, bəli. Hətta dünənlər yadınıza gəlirsə Eyler-Venn diaqramı çəkdim. Dedim ki, Eyler-Venn diaqramının kəskin hissəsinə yaza bilərik ki, sıra sayları da isim, sifət kimi hansı sualına cavab verə bilər. Yəni 5-ci sinif və ya 5-ci parta hansı parta? Deməli, cavabım bir də 4-dür. Numerativ sözlərlə işlənir, işlənmir. 1, 4. Cavab olur B variantı. Sonra baxırıq 5-ci suala. İsimləşmiş saya aid deyil. Ən gözəl yol odur ki, bir dənə sayı götürək, isimləşdirək. Məsələn, deyirəm 5-cilər. İsimləşdirdik. İsmə əvəz etdikdə isimsiz işlənir, bəli. Əgər bir say ismi əvəz edirsə, isimsiz işlənir. Yəni, onun yanında ismi olmur. Bu doğrudur. Bizə aid olmayanı deyir. Cümlədə təyin olur. Xeyr, cümlədə təyin olmur. Yəni, isimləşmiş saya aid deyil, cümlədə təyin olur. Xeyr, cümlədə təyin olmur. 5-cilər kim mübtədadır. 5-ciləri kimi tamamlıqdır. Gördünüzmü? Yəni, cümlədə təyin olur. Fikri yanlışdır. Cavab B variantıdır. İsmə məxsus qrammatik şəkilçiləri qəbul edir. Bəli, ismə məxsus cəm, mənsubiyyət, hal, xəbərli şəkilçilərini qəbul edir. C-də doğrudur. İsmin sualına cavab verir. 5-cilər kim? 5-ciləri kimi? Bu da doğrudur. Morfoloji cəhətdən say hesab olunur. Dəfələrlə qeyd etmişik. Bir nitq hissəsi digər bir nitq hissəsinin xüsusiyyətini qəbul etsə belə, yenə də öz adını qoruyub saxlayır. Saydır. İsmin sualına cavab versə belə, yenə də bu say olacaq. Bu da doğrudur. Aid deyil, soruşur deyə cavab nə olacaq? B variantı olacaq. 6-cı suala baxırıq. Hansı cümlədə say işlənmişdir? Onlar dağ yolu ilə xeyli getdilər. Buna aid də dünənləri canlı dərsdən nümunə gətirdim ki, miqdar anlayışı 2 nitq hissəsində var. Həm biz miqdar anlayışını görürük zərfdə, həm miqdar anlayışını görürük sayda. Hərəkətin miqdarını bildirirsə zərfdir, ismin, yəni əşyanın miqdarını bildirirsə saydır. Xeyli getdilər. Hərəkətin miqdarını bildirir.
Nə olacaq? Olacaq zərf. Hücum haqqında plan ikiləşdi. İkiləşmək feildir. Getdi. Azlıq çoxluğa tabidir. Azlıq çoxluq. İsimdir. Getdi. Kərim, sən nə qədər kitab aldın? Nə qədər əvəzlikdir? Getdi. Burada heyva çoxdur. Çoxdur nədir? Saydır. Cavab olur B variantı. Baxırıq 7-ci suala. Hal şəkisi qəbul etmiş düzəltmə say hansı cümlədə işlənmişdir? Məktəbin birincisi mükafatlandırıldı. Düzəltmə saydır. Amma hal qəbul etməyib. Mən subyekt qəbul edib. A gedir. Birinci gün iclasımız oldu. Burada birinci gün nə vaxt, nə zaman? Bunun üzərində ümumiyyətlə deməli, ismə məxsus belə deyim də şəkilçi yoxdur. Heç biz bunu götürə bilmərik. Hal şəkisi filan yoxdur. Bir çoxları görülən işdən narazı idilər. Bir çoxları nədir? Mürəkkəbdir. Bizdən düzəltməni soruşur. Gedəcək. Hər birimiz, burada ümumiyyətlə hər birimiz sözünü biz götürə bilmərik axı. Heç ümumiyyətlə bu düzəltmə deyil. Bu da getdi. Sonra hər biri, bunu heç ümumiyyətlə biz say kimi götürməyəcək. İndi növbə birincilərindir. Birinci nədir? Təbii ki, saydı. Necə saydı? Düzəltmə saydı. Üzərində nə var? İsmə məxsus hal şəkisi var. Yəli hal. Cavab olur B variantı. Baxırıq 8-ci suala. Verilən şəkilçilərdən biri isim, sifət və say düzəldə bilir. Gəlin baxaq. Şəhərli isim düzəltdi. Yağlı sifət düzəltdi. Çoxlu say düzəltdi. Lu üstə gəl 4 şəkilsi nə yaradır? İsim də yaradır, sifət də yaradır, eyni zamanda say da yaradır. Cavab olur A variantı. Baxırıq 9-cu suala. Hansı cümlədə saydan sonra kəmiyyət şəkilsinin işlənməsi doğrudur? Bir qədər düşüncələr var ki, bizi hələ də rahat buraxmır. Bir qədərdən sonra gələn təkdə olmalıdır, amma bu cəmdədir. Yalnız bir xeyli insanlar xeylidən sonra gələn təkdə olmalıdır, amma bu cəmdədir. Bilirdi ki, az adamlar azdan sonra gələn təkdə olmalıdır, amma bu cəmdədir. Xeyli düşüncələr xeylidən sonra gələn təkdə olmalıdır, amma bu cəmdədir. O dövrdən 100 illər keçsə də demişdik ki, 100 min, 100, bir də min müəyyən miqdar sayı olsa da, onlardan sonra zaman məzmunlu sözlər gələndə 100 illər, 1000 illər. Burada isimlərin üzərində olan o ki, cəm şəkilçiləri var, ədəbi dilin qrammatik normasını pozmur. Bunlar istisnadır. Yəni, burada işlənmək doğrudur. Cavab olur C variantı. Baxırıq 10-cu, yəni sonuncu sualın izahına. Bir sözünün miqdar say kimi işləndiyi cümləni göstərin. Oxumaq üçün yaxşı bir hekayə almışam. Yaxşı hekayə birinci növ təyinli söz birləşməsidir. Birinci növ təyinli söz birləşməsinin arasına yalnız və yalnız bir ədatı daxil ola bilər. Başqa nitq hissəsi olmaz. Buradakı bir ədatdır. Birinci irəli çıxan boş qalan yerə gedəcək. Sonuncu adam idi. Birinci irəli çıxan boş qalan yerə gedəcək. Sonuncu adam idi. Bizdən bir sözün soruşur. Bir sözünün miqdar sayı kimi işləndiyi. Burada birinci sıra saydı, getdi. Bircə bu imtahandan üzü ağ çıxsaydıq, bircə say deyil. Özdə bizdən biri soruşur. Bu da gedəcək. Biz vətənə birgə dönməliydik. Birgə zərfdir. Bu da gedəcək. Bir düşüncəli insan 100 düşüncəsiz insandan, düşüncəsiz sistemdən əfsəldir. Bir düşüncəli insan 100 düşüncəsiz sistemdən əfsəldir. 1 saydı, 100 saydı. Cavabımız olacaq D variantı. Əziz müəllimlər, 10-cu sualın izahı bu qədər. Ümid edirəm ki, sınağımız sizlər üçün faydalı oldu. Sağ olun.